Azərbaycanın raket gücü bugün regional təhlükəsizlik arxitekturasında ən mühüm dayaqlardan birinə çevrilib və yeni dövrün başlanğıcı məhz Azərbaycanın özünü müdafiə strategiyasını real güclə birləşdirdiyi anlarda formalaşıb. 44 günlük vətən müharibəsi göstərdi ki, Azərbaycan ordusu yalnız klassik hərbi taktikalara deyil, həm də yüksək dəqiqlikli raket və zərbə sistemlərinə sahibdir. Hansı ki, döyüş meydanında real nəticə verən, tam təsdiqlənmiş faktlardır. Bu gücün əsasını İsrail istehsalı olan LoRa operativ taktiki raket sistemi qoyur. 300 kilometrə qədər dəqiq zərbə vurmaq qabiliyyəti, GPS və elektrooptik idarə etmə, hədəfi metrlərlə deyil, santimetrlərlə vurmaq imkanına malik bu sistem Azərbaycanın raket arsenalının ən strateji elementlərindən biridir. Bununla yanaşı, Belarusla birgə istifadə edilən Polonez MLRS isə 200 kilometrə qədər məsafədə yüksək dəqiqlikli raketlərlə geniş sahədə düşmən hədəflərini məhv etmək gücünə sahibdir. Və bu sistemlərin vətən müharibəsində istifadəsi rəsmi mənbələr tərəfindən təsdiqlənmişdir. Harop kamikadze dronları xüsusilə kompleks raket əməliyyatlarında seçilən sistemlərdən biri olaraq hədəfə həm kəşfiyyat, həm də zərbə funksiyası ilə yaxınlaşıb məhv etmə bacarığı göstərib və bu, müasir döyüşün qaydalarını dəyişən texnologiya kimi Azərbaycan arsenalında xüsusi yer tutur. Əlavə olaraq, modernizasiyadan keçmiş kasırğa və ekstra raketləri, müxtəlif çaplı yer-yer reaktiv sistemlər, hava hücumundan müdafiə ilə inteqrasiya olunmuş raket mərmisi idarə etmə sistemi Azərbaycanı regionda yalnız müdafiə edən deyil, həm də qarşısına alınmaz zərbə gücünə malik dövlətə çevirir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi son illərdə yerli istehsalın genişləndirilməsi üçün ciddi addımlar atıb. Raket mühərrikləri, yanacaq tərkibləri, elektron idarə etmə, raket gövdəsi istehsalı kimi sahələrdə inkişaf artıq açıq şəkildə elan olunmuş hədəflərdir. Yeni dövrün başlanğıcı məhz bu mərhələdədir. Azərbaycan artıq yalnız hazır raket alan ölkə deyil, gələcəkdə özünün yüksək dəqiqliyə malik yerli raketlərini istehsal etməyə hazırlaşan bir ölkəyə çevrilir. Ölkənin milli müdafiə konsepsiyası açıq şəkildə göstərir ki, raket gücü təkcə hərbi üstünlük deyil, həm də sülhün qorunmasının əsas təminatçısıdır. Çünki güclü ordusu, güclü raket sistemi olan dövlətə qarşı təhdid etmək mümkün olmur. Regional vəziyyət, geosiyasi dəyişikliklər və təhlükəsizlik balansı göstərir ki, Azərbaycan özünün real müdafiə qabiliyyətini artırmaqla yalnız öz torpaqlarını yox, həm də Cənubi Qafqazda uzunmüddətli sabitliyi möhkəmləndirir. Bugün Azərbaycanın raket gücü modern müharibə standartlarına cavab verən, dəqiqliyi sınaqlarla təsdiqlənmiş, real döyüş təcrübəsi olan və gələcəkdə daha inkişaf etmiş sistemlərlə genişlənməsi gözlənilən strateji bir gücdür və məhz buna görə də bu proses bütövlükdə yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Çünki bu güc nə təbliğatdır, nə şişirtmədir və nə də qeyri-real məlumatdır. Bütün bu faktlar Azərbaycanın modern hərbi tarixinin rəsmi şəkildə təsdiqlənmiş mərhələləridir və gələcək nəsillər üçün daha güclü, daha təhlükəsiz və daha modern bir dövlətin təməlini qoyur.